Heyət dəyişməz qalmışdı. Yığma komandanın baş məşqçisi Tofiq Bəhramovla Respublika stadionunun meydançasına Ukrayna ilə oyundakı ilk 11-liyi buraxmışdı. Ola bilsin ki, özü demişkən, psixoloji məqamlarda bu futbolçular digərlərindən birbaşa üstün olub. Bəlkə başqa amil vardı, amma nəticə eyni idi. Bunun müqabilində Türkiyə yığma komandasının eksperimental adlandıran heyətinə qarşı oynamaq gərəkirdi. Rəqib qarşısında yeganə üstünlüyümüz heç doğma publik oyunda oynamağımız da deyildi. Ona görə yox ki, Türkiyəli azarkeşlər stadionda çoxluq təşkil edirlər və onların səsləri daha çox eşidilirdi. Əslində, fanatlar sadəcə olaraq bir millət, iki dövlət və fair play prinsiplərinə baxırdılar. Üstünlüyümüz rəqibin heyətində oyundaşlığın aşağı olması idi. Digər məqamlarda isə türklərin gənc heyətin üzvləri Türkün sözü əsas kadro düşmək üçün mübarizə aparmalı idilər. Bax belə. Oyun çox şan keçdi. Təkcə onu demək kifayətdir ki, azarkeşlərimiz bu oyunda yığma komandanın qol imkanlarını və təəssüf ki, bu dəfə də imkanların boşa verilməsinin şahidi oldular. Amma onu da etiraf edək ki, bu imkanlar əslində bizim uğurumuzdan daha çox rəqibin uğursuzluğunun bəhrəsi idi. Yəni, burada biz demək olar ki, heç nə yaratmadıq. Hər şey rəqibin səhvlərindən yaranırdı. Bu barədə bir qədər sonra. Maçı yığma komandamızın qapıcısı Fərhad Vəliyevin benefisi də adlandırmaq olar. Çoxlarının gənc adlandırdığı 26 yaşlı qapıcının uğurlu çıxışı bütün komandaya sirayət etmişdi. Artıq 7-ci yerdə qonaqların qol vurmağa şansı yadda qaldı. Amma Can Aratın başla zərbəsi dəqiq olmadı. Qonaqların son həddindəki ilk boşluğu 11-ci dəqiqədə sezildi. Lakin Ceyhun Sultanovun tələskənliyi erkən qolumuza mane oldu. Vəliyevin ilk seyvi də 27-ci dəqiqə təsadüf etdi. Cərimə nöqtəsindən asma zamanı Bakı mərciməyin baş zərbəsini tərəf etmək üçün kiperimizin reaksiyası lap yerinə düşdü. Fərhad Vəliyevin vizavisi Zəngin Tolqan səhvlərinin isə ardı arası kəsilmirdi. Təhlükəni sovuşturmaq istəyərkən o, topu düz Elmar Baxşıyevə tərəf vurdu. Amma artıq Interin heyətindən kənarda qalmış keçmiş kapitan topu düz müdafiəçinin üstünə vurdu. Gökhanın baş zərbəsi də hesabın açılmasına yardımcı olmadı. Halbuki, bu vəziyyətə hesabı açmaq çərçivədən yaymaqdan çox asan idi. Onu da etiraf edək ki, bu epizodda top qapıya dəqiq istiqamətlənsəydi, maçı yüksək səviyyədə keçirmiş Fərhad Vəliyev belə komandasını 100%lik qoldan xilas edə bilməyəcəkdi. 35-ci dəqiqədə Elmar Baxşıyevin qeyri-dəqiq zərbəsi yadda qaldısa, 7 dəqiqə sonra Neftçinin kapitanı hesabı açmağa yığın idi. Amma Nadir Nəbiyev də çərçivəni tapa bilmədi. Birinci hissənin son təhlükəli epizodunda yığmamızın qapısı önündə yarandı. Amma Volkan Aslanın baş zərbəsi bu dəfə dəqiq olmadı. İkinci hissədə komandalar daha şən futbol nümayiş etdirməyə başladılar. Hər şey Emin İmaməliyevin qeyri-dəqiq zərbəsindən sonra başladı. Bunun cavabını Türkiyə millisi 3 real qol şansını əldən buraxmaqla verdi. Əvvəlcə qapıcımız Fərhad Vəliyev Ersin Martin baş zərbəsindən sonra topu qaytardı. Məlum oldu ki, bu epizodda Ankaralı forvard hələ ofsaytda düşməyə də imkan tapmışdı. 61-62-ci dəqiqələr civarında Türkiyə millisinin hesabı açmaq imkanlarından bu dəfə də qapıcımız mane olması yadda qaldı. Əvvəlcə o, Şahin Səlcuqun zərbəsini dəf etdi. İkinci epizodda isə az qala Türkiyə millisinin bacarmadığını müdafiəçimiz Azər Məmmədov edəcəkdi. Amma onun Türkün sözü tərs vuruşundan sonra da kiper inanılmaz reaksiya nümayiş etdirdi. Türkiyə yığması qol gözlədiyi halda müdafiədə kobud səhvə yol verdi. Nadir Nəbiyevin hesabı açmaq şansının qarşısı alındı. Vüqar Nadirovun təkrar zərbəsindən sonra isə Məhməd Topuz topun qarşısını əllə aldı. Hakim tərəddüd etmədən penalti nöqtəsini göstərərək əli uzunluq etmiş müdafiəçini qırmızı vərəqə ilə cəzalandırıb meydandan qovdu. Nadir Nəbiyevin maçı davam etdirməyəcəyi xəbəri azarkeşləri nə qədər pərişan etdisə, Rəşad Sədiqovun hesabı açması hər şeyi unutturdu. Artıq hər şey yığmamızın xeyrinə işlədiyi bir vaxt Türkiyə millisi hesabı bərabərləşirdi. Müdafiənin mərkəzindəki inanılmaz boşluq onunla nəticələndi ki, Hasan Kabze qapıçı ilə özbəöz qalaraq bütün Türkiyə yığma komandasının bacarmadığını etdi. Düzdür, yığmamız qələbə qolunu vurmağa yaxın idi, amma Elşən Məmmədov deyəsən rəqibin növbəti kobud səhvini gözləmirmiş kimi topu qapıya göndərə bilmədi. İki dövlət bir millətin oyunda hər dövlət bir qol vurdu. Eyni millət isə bərabərliyə qaldı.